Burada böyle bir daşlar tapdım. Deməli TP9. Ne deməkdir bu? TP9. Sonra belə bir neçə daş zadda qoyublar üst-üstə. Yəqin ki, çox bunları qutbalamaq olmaz. Ola bilər burada nəsə də olsun. Ona görə yaxşısı budur. Çox əl vurmayaq. Alaca bir qırmızı rənglənmiş, üstü də sarı TP9 yazılır. Yerdə də belə qırmızı rəng var. Yəni bu qana zad oxşamır, qan belə qalmazdı, çürüyüb gedərdi. Yəqin ki, kraskadır, rəhdir. Nəsə yolu nişan vermək üçün olub, nə üçün verirlər. Yoxdur, başqa bir şey burada olsa görərdik. Zirin ağacını axtarıram. Əgər tapsam, burada olmalıydı. Daha burada. Bəlkə də o ağaçdır, yoxsa o koldur. Ya da ki, yoxdular da. Qalmırlar. Tam buralarda bir yerdəyik. Amma aşağıda çıkırmış olurlar, belə nəsə axı bir şey var. Deməli, zirin kolları burada qalmayıb. Çox heyif. Bu dağlarda gəlib oturardıq belə. Daşların üstündə oynayardıq. Otlaq quzu da buralarda otlayardılar. Bəzən kəndin bəzi tayçı uşaqları da mənə qoşulardı. O cığır gəlib buradan belə keçir. İndi cığır yoxdur. Kitib cığır.